Allah Teala Kur'anı mənə açıqladı. Çatdıram insanlara olduğu kimi həqiqəti. İnsanlar haqqa gəlsinlər, bilmədiklərini bilsinlər. Hər kəsin bu qazancının yarısı mənim deyil, hamısı mənimdir. Sadəcə yarısını alıb Allah verəcək mənə hər kəsdən. Vermək istəyən başına döyə. Kim ağıl gözü ilə indi məni görürsə, başa düşürsə, mənim haqqımı versin. Aydındır ki, bu insanın psixoloji problemləri var və ya asan pul qazanmaq istəyir. Çoxumuz üçün də elə bu lazımdır, mırtlaşmağa, əyləməyə bir tema olsun. Əsas olan bu deyil. Əsas məsələ bu videoların altında nəzərimə çarpan bu tip rəylər oldu. 1400 il bundan qabaq belə danışanları peyğəmbər elan edirdilər. İndi bizlər də onlara sitayiş edirik. Fərqimiz sadəcə zaman və elmin inkişafıdır. 1400 il bundan qabaq olanlar da indi olsa gülməli gələrdi bizə. Sadəcə hamısı fırıldaqçıdır. Məhəmməd səndən qabağa düşdü, 1400 il gecikmisən. İnsan fikir bildirərkən də gərək ədalətli, insaflı davransın. 1400 il və ya daha öncəsi peyğəmbərlər nə deyərdi? Bunun əvəzində mən sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir. Bu surədə neçə peyğəmbər eyni bu sözü təkrarlayır. Ey qövmüm, mən buna görə sizdən mal, mülk istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. Sizdən heç bir əvəz istəməyən və doğru yolda olan bu kimsələrə tabe olun. Belə saysız, hesabsız ayələr var. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm Məkkənin qabaqçıları tərəfindən pulla, rəhbərliklə, qadınlarla şirnikləndiriləndə, ona bu dəvətdən vaz keçməsi söylənildikdə məhşur olan bu cavab vermişdi. Bir əlimə günəşi, bir əlimə də ayı qoysanız belə mən bu dəvətdən əl çəkmərəm. Adam yox demədən əlində olan hər bir şeyi qapısına gələn hər kəslə paylaşardı. Hansı ki, sonunda evində heç nə qalmazdı. Həyatını kef damaq içində yaşaması mümkün ikən, xurma lifindən hörülmüş həsirin üzərində yatmaqdan bədənində iz qalardı. Bəzən ac qalardı, kimsədən yemək istəməzdi. Qarın boşluğunun ağrısını bastırmaq üçün qarnına daş bağlayardı. Peyğəmbərlik daş bağlamaqla yaşanırdı, pul yığmaqla deyil. Muhammed sallallahu aleyhi və səlləm haqqında İslami mənbələrə inanmırsınız? Buyurun o zaman Michael Hart'ın 100 böyük şəxsiyyət kitabına müraciət edin. Dünyada tanınmış və müstəqil bir mənbədir. Kitab 1978-ci ildə nəşr edilib və o vaxtlardan bəri yüz minlərlə nüsxə satılıb. Müəllifin şəxsi dini və siyasi meyilləri İslam yönümlü deyil. Amma buna baxmayaraq Muhammed Peyğəmbəri birinci yerə qoyması, obyektivlik baxımından çox diqqət çəkir. Məsələləri şəxsi meyarlara və qərəzlərə əsaslanaraq deyil, ədalət prinsipləri ilə dəyərləndirməliyik.